Masallı rayonunda 1982-ci il təvəllüdlü Natiq həmkəndlisi Məmməd Yara xəsarət yetirib. Hadisə ötən ilin oktyabrın 4-də saat 7 radələrində Masallı rayonu Xanolyan kəndində baş verib. Kənd sakini Natiq kənddə yerləşən kəndarası yolunda həmkəndlisi Məmməd Yar ilə şəxsi təsərrüfatında saxladığı itin onun arvadı Məlahətin üstünə küçədə hürməsi ilə əlaqədar mübahisə edib. Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlindəki ağac parçası ilə Məmmədyarın başının ensə nahiyəsindən bir dəfə zərbə, döş qəfəsi nahiyəsindən bir dəfə təpik zərbəsi vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Natiqin barəsində Cinayət Məcəlləsinin 127.1 zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Natiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, heyvanları otaran zaman o tərəfdən Məlahət xanım gəlib. Mənim heyvanların üstündə itlərim olub. İt çıxaraq xanıma hürüdüyü üçün xanım qorxdu. Xanımın qorxmasının və oradan keçməsini dedim. Orada heç nə olmadı. Sonradan yoldaşı çıxaraq mənə söyüş söydü və telefonda çəkə-çəkə mənə kəllə atdı. Mən də arxaya getdim. Sonra Məmmədyar mənə yumruq atdı. Lakin yumruq mənə dəymədi. Orada olan Hamlet gələrək bizi ayırdı, deyə o ifadəsində göstərib. Təqsirlənən şəxs qeyd edib ki, Hamlet ona heyvanları apararaq otarmasını və dava etməməsini deyib. Mən qaydanda Məmmədyar əlində ağac öz həyətində məni gözləyirdi. Ona dedim ki, əl çək məndən, məni də zibilə salma. Bundan sonra Məmmədyar söyüş söyərək ağacla qolumdan vurdu. Mən də cavab olaraq Məmmədyarın başından yumruqla vurdum. Biz əlbəyxa olaraq yerə yıxıldıq, deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. İş üzrə zərərçəkmiş Məmmədyarın sözlərinə görə oğlu Zabil işdə olduğu zaman axşam vaxtı evdə tək qalmasınlar deyə həyat yoldaşı onların yanına gedib. Nəvələrinin, gəlinlərinin yanında qalıb. Səhər təxminən 6-7-yə qalmış dururam, 1-2 malqara saxlayıram, inəyi sağıram, sonradan çölə buraxıram. Həmin vaxt sağılmış inəkləri çölə buraxmaq üçün tövlə tərəfə gedərkən birdən qışqırıq səsi gəldi. Tez yola çıxan dəmir qapını açdım. Yoldaşım itdən qorxaraq böyürtkən kolunun da gizləndiyini gördüm. Oradan da Natiq dayanmışdı. Ona dedim ki, özüm kişiyəm, itdən qorxmuram. Lakin bu qadındır, təzyiq şəkəri, ürək problemləri var. Yoldaşım itin dəfələrlə ona hücum etdiyini dedi. Natiqdən iti bağlamamasının səbəbini soruşdum. Bu vaxt bezdirdim məni kimi ifadə eşitdim. Sonra başımdan bir zərbəni hiss etdim. Birinci zərbədən huşumu itirdim. Ondan sonra nə baş verdiyini bilmirəm, deyə zərərçəkmiş şəxs ifadəsində göstərib. Zərərçəkmiş qeyd edib ki, ayılan zaman yoldaşını onu silkələyərək Natiqə qağırış etdiyini görüb. Yoldaşım mənə ayağa qalxmağa kömək etməyə çalışsa da mən dura bilmədim. Axırda bir təhər ayağa durdum. Həmin yerdən evə kimi 50-60 metr məsafə var. Orada arvadım mənə sürüyərək ev apardı. Mənim şəkillərimi çəkəndən sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisəni danışdım. Şahin adlı taksi şoferinə və oğluma zəng etdim. Məni Masallı rayon mərkəzi xəstəxanasına apardılar. Orada məni rentgen şöbəsində apardılar, deyə zərərçəkmiş şəxs ifadəsinə
belə yekun vurub. Bu cinayət işinə Masallı rayon məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Natiq 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirli şəxsin üzərinə cəza çəkdiyi müddətdə Masallı rayon hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 7:00-dək Masallı rayonunun Xanolyan kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrası ilə nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub. Qeyd edək ki, Məmmədkarın özü barəsində də cinayət işi açılıb. Ayrıca icraatda araşdırılan cinayət işi üzrə Məmmədkarın barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İttihama görə hadisə vaxtı Məmmədkar da özündə olan ağac parçası ilə Natiqi döyüb. Məmmədkarın barəsində olan cinayət işi üzrə Natiq zərər çəkmiş qismində tanınıb. Ayrıca icraatda ittiham olunan Məmmədkarın da barəsində olan cinayət işinə Masallı rayon məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məmmədkar 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirli şəxsin üzərinə cəza çəkdiyi müddətdə Masallı rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 7:00-dək Masallı rayonunun kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. Hökmdən narazı qalan Məmmədkar apellyasiya şikayəti verib, onun barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib. Bu şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb, şikayəti araşdıran hakimlər heyəti sonunda qərar elan ediblər. Qərara görə onun şikayəti təmin olunmayıb.